Bəli, qeyd etdiyiniz kimi Çinara xanım, baxmayaraq ki, danışıqlar hazırda gündəmdədir və bugün artıq İstanbulda başlayacaq. Amma cəbhə xəttində döyüşlər səngimək bilmir və bu qeyd olunan istiqamətlərdə, o cümlədən burada baxın, Pokrovsk var, strateji cəhətdən əhəmiyyətli bir yerdir. Buranı neçə ayda artıq ruslar ələ keçirə bilmirlər. Pokrovsk istiqamətində, daha sonra deməli, Seversk və Toretsk istiqamətlərində Liman, Kupyansk, eyni zamanda da Sum istiqamətində intensiv döyüşlər davam etməkdədir və bilirsiniz, burada artıq Krımın bir çox hissəsini, daha doğrusu Kurskun bir çox hissəsini Rusiya geri aldıqdan sonra burada istəyir ki, özünə bir bufer zona yaratsın Sumi ilə Kursk arasında və ona görə də orada da intensiv Rusiya tərəfindən hücumlar həyata keçməkdədir. Kursdan bağlı əlavə xəritəmiz olacaq, ona detallı şəkildə toxunarıq, hələ ki digər istiqamətlərə fokuslanaq. Burada Pokrovsk istiqamətində Ruslar TASS agentliyi ötən gün məlumat verdi ki, deməli Mikhailivka məntəqəsi var Pokrovskun yaxınlığında. Deməli, Pokrovskun elə bir ki, şimal istiqamətində və oranın da ələ keçirilməsi ilə bağlı məlumatlar daxil oldu və bu artıq o deməkdir ki, Pokrovsk artıq 3 istiqamətdən, deməli, şimal, cənub və deməli, şərq istiqamətindən mühasirədədir və bu Pokrovskun artıq belə deyək də ələ keçirilməsi üçün Rusiya tərəfinə daha geniş imkanlar yaratmış ola bilər ki, ondan sonra artıq Pokrovsk ələ keçirilərsə, bilirsiniz, logistik cəhətdən əhəmiyyətli bir bölgədir Pokrovsk. Eyni zamanda orada deməli resurslar baxımından, yəni kifayət qədər əhəmiyyətli bir bölgə sayılır. Pokrovskun ələ keçirilməsindən sonra artıq istiqamət Donbasın digər deməli Ukraynanın deməli nəzarətində olan bölgələri qalıb ki, artıq oraya da biz hücumların davam etməsinin şahidi ola bilərik və məsələ bundan ibarətdir ki, hal-hazırda danışıqlar masasında Ukraynanın ərazilər məsələsi bilirsiniz ki, gündəmdədir və burada Putinin tələbləri ondan ibarətdir ki, ilk növbədə Krım tanınmalıdır Ukrayna tərəfindən deməli Rusiyanın ərazisi kimi. Aydın məsələdir ki, Ukrayna buna razılıq verəcək deyil, çünki Krım Ukraynanın bir tərkib hissəsidir. Bütün dünya bunu belə tanıyır, Ukrayna özü də belə tanıyır. İstanbulda da Krım məsələsi yenidən şərt kimi irəli sürüləcəkmi, yoxsa İstanbulda sadəcə olaraq sizin fikrinizcə tərəflər hansısa formada atəşkəsə gəlməyə çalışacaqlar? Bilirsiniz, Zelenskinin tələbi budur ki, qeyd şərtsiz atəşkəs olsun, 30 günlük. Amma Rusiya tərəfi atəşkəsin yaranması üçün müəyyən şərtlər irəli sürüb. Yəni, birbaşa atəşkəsə hələ ki, razılıq verməyib. O bildirib ki, bununla bağlı deməli, müharibənin kökündə dayanan səbəblər aradan qalxmalıdır. Eyni zamanda bilirsiniz, Ukrayna bu atəşkəsdən istifadə edərək hərbiləşməməlidir, ora silah gəlməməlidir və orada hansısa bir kontingent yerləşdirilməməlidir. Amma digər tərəfdən biz bilirik ki, Amerikanın bir planı var idi bununla bağlı, yəni ərazi məsələlərlə bağlı və o plana görə deməli, Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyır və digər əraziləri de facto Rusiya nəzarətində. Yəni, söhbət burada gedir Xersondan, söhbət burada gedir Zaporojyedən, söhbət burada gedir Donetskdən və Luqanskdan. Bu 4 ərazini de facto Rusiya nəzarətində tanınmış olur və bunun qarşılığında Rusiya deməli, Ukraynaya çox kiçik bir ərazilər, yəni Xerson istiqamətində, daha doğrusu bu istiqamətdə onun Qara dənizə çıxışını təmin edə bilməsi üçün kiçik bir ərazilər deməli verə bilər. Hazırda ərazi mübadiləsi ətrafında Rusiya tərəfinin razılaşdığı və ABŞ-ın da irəli sürdüyü təklif bundan ibarətdir. Amma aydın məsələdir ki, Ukrayna ilk növbədə 30 günlük atəşkəsə, daha sonra artıq ərazi məsələlərinin müzakirəsinə hazırdır ki, amma istənilən halda Ukraynanın mövqeyindən də görünür ki, o heç bir əraziləri geri verib, belə deyək də, Rusiyanın ərazisi kimi tanımaq istəyində deyil. Bu, Ukraynanın ərazi bütövlüyünə bir qəsddir və bu da həm də eyni zamanda Ukraynanın 3 il ərzində hərb etməsinin artıq bir növ əbəs yeri olduğu anlamına gəlir, əgər bu ərazilər Rusiya ərazisi kimi tanınacaqsa. Burada başqa bir məqam da ondan ibarətdir ki, bilirsiniz, Sual yarımlığına görə Putin birdən-birə bu birbaşa danışıqlar təklifini irəli sürdü. Yəni, bugünə kimi buna mənfi baxırdı, hətta bildirirdi ki, Zelenskini mən dövlətin başçısı kimi tanımıram, legitim bir şəxs kimi tanımıram. Yəni, burada fərqli versiyalar var. Bir versiyalardan biri odur ki, misal üçün, dünən mən baxıram, müharibənin tədqiq institutu var. Deməli, onlar qeyd edirlər ki, Ruslar həm deməli, bu istiqamətlərdə intensiv deməli, hücumlar həyata keçirməkdədirlər, xüsusilə də Pokrovsk istiqamətində. Eyni zamanda da Belarusiyada onların hərəkətliyi, fəallığı yəni artmaqdadır. Yəni, ona görə belə bir versiya var ki, mümküniyyət var ki, Rusiya sadəcə bu danışıqlardan istifadə edərək
cəbhədəki əməliyyatları genişləndirəcək. Bəli, əməliyyatları genişləndirməyə və cəbhədəki vəziyyəti bir növ daha çox öz lehinə çevirməyə cəhd edir. Bu bir məsələ. Bu sırf hərbi deməli məqamdır. Bir də var burada siyasi bir strategiya ondan ibarətdir ki, Biz Rusiya də sülh istəyirik bir növ. Həm də bunu göstərmək məsələsi sülh var mesajı, həm də Avropa ilə ABŞ-ın bir növ ayırmaq, yəni transatlantik əlaqələri daha da bir növ böhran halına salmaq məsələsi. Bilirsiniz, Rusiya müəyyən mənada bilirsiniz, yanvar-fevral aylarında buna nail ola bildi. Biz yəni ABŞ-Avropa münasibətlərində müəyyən gərginliyin şahidi olduq. J.D. Vance'in Münxendəki çıxışının şahidi olduq. Ancaq Yəni, dəyişir vəziyyət Sultan bəy. Artıq yavaş-yavaş Birləşmiş Ştatlarla sanki Avropa İttifaqı o dil tapmağa çalışır və Ukrayna məsələsində deyirsiniz, bu səbəbdənmi Rusiya prezidenti? Və Rusiya da görür vəziyyətin dəyişdiyini. Hətta deməli Almaniyanın yeni kansleri Friedrich Merzin Brüsseldə görüşü oldu. Orada da bildirdi ki, artıq ABŞ-la münasibətlər əvvəlki səviyyədə deyil. Biz ABŞ-dan müsbət mesajlar eşitməkdəyik və Rusiya da bu dəyişikliyi görür. Eyni zamanda bilirsiniz, Avropa Birliyi və ABŞ apreldə qarşılıqlı şəkildə gömrük rüsumlarının artırılması məsələsini 90 gün müddətinə dondurmaq qərarını verdilər. Bu da bir müsbət deməli məqamdır. Sultan bəy, dediyiniz kimi Rusiya bunu bilir və bu səbəbdən bu addımı atır. Ancaq maraq doğuran məqam odur ki, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında fikir ayrılığını bu məsələ üzərindən bu dəfə necə yaradacaq? Yəni danışıqlara gedir. Avropa İttifaqı da bunun tərəfdarıdır, Birləşmiş Ştatlar da tərəfdarıdır və Ukrayna tərəfi də deyir ki, biz 30 günlük qeyd-şərtsiz atəşkəs olacağı halda buna razıyıq. Yəni Avropa İttifaqı və Birləşmiş Ştatlar arasındakı o münasibətlərdəki çatları necə dərinləşdirməyə çalışacaq Rusiya bu məsələ üzərindən? Yəni bu çatların dərinləşdirilməsi üçün Rusiya düşünürəm ki, həm ABŞ, Avropa arasında müəyyən fundamental məsələlərdə fikir ayrılığının olduğunun şahididir. Yəni görür bunu. Məsəl üçün o başa görür ki, ABŞ Rusiya ilə diplomatik münasibətlərin bərpasına, normallaşmanın deməli təmin olunmasının tərəfdarıdır. Avropa daha sərt mövqedədir. Artıq Avropa deyir ki, sanksiyalar tətbiq olunmalıdır, kontingent yerləşdirilməlidir. Yəni bu fikir ayrılığından çıxış edərək Rusiya düşünürəm ki, danışıqlar masasında da müəyyən şərtlər irəli sürəcək, həmin şərtlərin qəbul olunmayacağını bilə-bilə. Və bu şərtlər qəbul olmadığı təqdirdə də artıq ABŞ tərəfinə bildirəcək ki, baxın, mən bu şərtləri irəli sürdüm və bunun üçün də əsaslarım var. Yəni mənim əsas narahatlığım ondan ibarətdir ki, bu 30 gün müddətində Ukrayna yenidən silahlana bilər və mənə hücum edə bilər. Amma burada başqa bir sual da var. Başqa bir sual ondan ibarətdir ki, Rusiya deyir ki, bəli, sən silahlanma, ordu gəlməsin, amma beləsə ki, mən silahlana bilərəm, mən qüvvətlənə bilərəm. Yəni bu artıq bir qeyri-bərabər şərtlərdir. Ona görə Ukraynanın bu şərtlərə razılıq verməməsini biz anlaya bilərik. Yəni Avropa və ABŞ arasında Ukrayna məsələsində və digər məsələlərdə mövqe fərqlərindən düşünürəm ki, Rusiya maksimum yaralanmağa çalışacaq və eyni zamanda da danışıqlar masasında özünü daha konstruktiv göstərməyə, ən azından bu cür bəyan etməyə çalışaraq ABŞ və Avropa arasında deməli olan o çatları daha da genişləndirməyə çalışacaq. Digər tərəfdən Rusiya özü də ABŞ-a müəyyən təkliflər, cəlbedici təkliflər irəli sürə bilər. Hansısa bir investisiya layihələri ilə bağlı, iqtisadi layihələrlə bağlı bu artıq masadadır, bilirsiniz. Kiril Dmitriyevin ABŞ-a səfərləri də bunlar müzakirə olunur ki, Rusiyanın da zəngin resursları var və o resursların da ABŞ şirkətləri tərəfindən istismarı mümkündür ki, bu düşünürəm ki, ABŞ üçün kifayət qədər, indiki administrasiya üçün kifayət qədər cəlbedici bir təklifdir. Sultan bəy, qeyd elədiyiniz kimi bugün İstanbulda reallaşacaq danışıqlarda Ukraynanın şərti odur ki, qeyd-şərtsiz ümumiyyətlə biz 30 günlük atəşkəsə nail olaq. Rusiya da deyir ki, biz 30 günlük atəşkəs təklifini qəbul etsək, belə çıxır ki, Ukrayna biraz ayağa qalxmağa çalışacaq, daha çox silahlanacaq. O silahlar daha sonra bizə qarşı yönələcək. Bu səbəbdən də əməliyyat şəraitinin öz üstünlüyü səviyyəsində davam etdiyi bir zamanda buna getmək istəmir. Ancaq deyirsiniz, müəyyən səbəblərdən İstanbula nümayəndə heyətini də göndərir. Kursk məsələsi üzərindən istəyərdim ki, bu prosesləri biraz şərh edək. Digər xəritəni xahiş eləyəcəm, ekrana gətirək və Kursk məsələsi bu münaqişədə düyün nöqtəsi kimi də qəbul oluna bilər. Çünki Kurska hücumlar həyata keçirdikdən sonra Ukrayna vəziyyət dəyişdi biraz. Yəni Rusiya düzdür, son vaxtlarda bəzi əraziləri geri aldı, ancaq vəziyyət hələ də tam Rusiyanın istədiyi formada deyil. Bunun üzərindən danışıqlar masasında Ukraynanın Rusiyaya təzyiq imkanları az da olsa qalırmı?
Mən düşünmürəm ki, hazırda Ukraynanın danışıqlar masasında Kursk üzərindən təzyiq etməyə əvvəlki qədər rıçaqları qalmaqdadır. Bilirsiniz, əvvəllər səhv etmirəmsə 1200 kvadrat kilometrdən böyük ərazini nəzərdə saxlayırdı. İndi xəritədən də göründüyü kimi belə deyil. Artıq çox burada kiçik ərazilər var, yəni Ukraynanın nəzarətində olan. Rusiyanın özünün də məlumatına görə 99,5% artıq deməli Kurskun Rusiyanın nəzarətindədir. Düzdür, fərqli istiqamətlərdə burada elə döyüşlər davam edir. Rusların Sumi istiqamətində hücumları baş verməkdədir və əks istiqamətdə Ukraynadan da biz həmlələrin şahidi oluruq. Amma özünüz də görürsünüz ki, burada çox kiçik bir ərazilərdir və bunların bir növ danışıqlar masasında hansısa bir ciddi bir geniş bir əraziyə müadilə edilməsi məsələsi düşünürəm ki, indiki halda çətin görsənir. Hətta burada başqa bir versiya da var ki, Rusiya əksinə nəinki Kurskun tam şəkildə nəzarətini təmin etməyə çalışır. Eyni zamanda da Sumiyə hücumları ona görə intensivləşdirib ki, burada da biraz müəyyən qədər irəliləyərək bir növ bufer zona yaratmaq istəyir, deməli Sumi ilə Kursk arasında. Ona görə ki, bilirsiniz, əvvəllər də bu istiqamətdən Rusiya ərazilərinə hücumlar olmuşdu və bu hücumların qarşısını almaq üçün onların burada bir təhlükəsizlik zonası yaratmaq istəyində olmaları ehtimal olunur ki, belə olan halda əgər bunu bacararlarsa sözsüz ki, artıq vəziyyət heç də Ukraynanın lehinə olmayacaq. Ona görə indiki məqamda mən düşünürəm ki, Zelenski əsas ərazi məsələlərini deyil, daha çox atəşkəs məsələsini gündəmə gətirməlidir və hətta gətirir də və onun o baxımdan şərti ondan ibarət ki, Rusiya hansı səbəbdən ona razı olsun sualını Rusiya rəsmiləri, Rusiya ekspertləri ünvanlayırlar deyə düşünürük ki, masada hansı şərtlər irəli sürülə bilər ki, Rusiyada bu 30 günlük atəşkəsə nail olsun, yoxsa öz vəziyyətini nəzərə alaraq canlı qüvvə baxımından, silah baxımından buna gedəcək? Əslində, yəni, bilirsiniz, Rusiyanın özünün də müharibədən müəyyən itkiləri var, yəni bir xeyli itkiləri var əslində və o müharibədəki, belə deyək də, müəyyən qədər nəfəs almaq üçün, müharibədəki mövqelərini, cəbhədəki mövqelərini bəlkə də möhkəmləndirmək üçün, eyni zamanda fərqli istiqamətlərdə bir növ orduların yer dəyişməsi üçün, yəni sırf taktiki baxımdan ona da Rusiyaya da bu atəşkəsin deməli razılaşdırılması gərəkə bilər. Amma burada fundamental məsələ ondan ibarət ki, əgər taktiki baxımdan Rusiyaya bu atəşkəs lazımdırsa, deməli Rusiya uzun müddətdə əslində hərbi bitirmək istəmir. Yəni sadəcə cəbhədəki mövqelərini möhkəmləndirəcək və ondan sonra yenidən bilirsiniz bu hərb başlayacaq. Ona görə atəşkəsin lap indiki halda imzalanması belə mən düşünmürəm ki, bu müharibənin topyekun bitirilməsinə gətirib çıxara bilər. Çünki bu müharibənin fundamental səbəbləri həqiqətən də qalmaqdadır və o səbəblərdən biri də ərazilərin, Ukrayna ərazilərinin işğal altında olmasıdır və bu nə qədər ki, bu faktor var, tərəflər arasında hansısa bir sülh sazişi imzalanması ehtimalı çətindir. Sadəcə müvəqqəti atəşkəs imzalana bilər, hansısa bir tutaq ki də 30 günlük və daha az müddətinə. Amma bu atəşkəsin belə yerinə yetirilməsi sual altındadır. Çünki bugünə kimi 2 dəfə artıq atəşkəs razılaşdırılıb, biri martda razılaşdırılıb, daha sonra Rusiya bilirsiniz 9 mayda 3 günlük atəşkəs elan etdi. Amma həmin atəşkəs müddətində belə biz tərəflərin bir-birinə hücumları davam etdirdiyini görürük ki, bu da artıq atəşkəsin effektiv olmadığını göstərir. Sultan bəy, biz Rusiya-Ukrayna müharibəsi ilə bağlı detallardan danışırıq. Burada Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın da öz mövqeyi var. O, bu danışıqların müsbət yekunlaşmasını istəyir. Çünki dünyaya söz verib, ictimaiyyət qarşısında bir vədi var ki, bu müharibəni, bu münaqişəni dayandıracaq. Ən azından bu fikri söyləmək üçün indiki müddətdə 30 günlük belə olsa münaqişənin dayanmasının tərəfdarıdır. Dediniz ki, Rusiyadan müəyyən vədlər verilir, Ukrayna tərəfi ilə də onsuz da saziş imzalanıb. Bu müstəvidə əgər bu münaqişə doğrudan da 30 günlük belə olsa, dayanarsa, bu Birləşmiş Ştatlar tərəfindən necə qəbul olunacaq? Birləşmiş Ştatların hazırda belə bir təsir, təzyiq mexanizmi qalıbmı tərəflərə ki, mütləq atəşkəsə gəlin İstanbulda? Bilirsiniz, tərəflərə əgər bir neçə dövlətin təsiri, təzyiq mexanizmi qalıbsa, onlardan biri Birləşmiş Ştatlardır. Yəni, aydın məsələdir ki, Avropanı Rusiyaya yaxın buraxmaq istəmir. Ukraynada digər dövlətlərin, yəni Rusiyanın deməli, müttəfiq olan dövlətlərin bu məsələdə iştirakının tərəfdarı deyil. Ona görə, yəni ABŞ-ın bəli, müəyyən təsir və təzyiq imkanları var. Sadəcə, burada yenə də deyirəm, tərəflərin istəyi vacib məsələdir. Rusiya həqiqətən də atəşkəs, davamlı sülh istəyirmi, istəmirmi? Yox, əgər Rusiya atəşkəs ritorikasını
gündəmə gətirərək, vəziyyətdən istifadə edərək həm özünü sülh carçısı kimi göstərib, həm də cəbhədə irəliləməyə çalışırsa, ABŞ nə qədər təzyiq göstərsə də bu istəyindən nail ola bilməyəcək. Yox, Rusiyanın əgər müəyyən qədər özünün də nəfəs almaq istəyi varsa, bəlkə müəyyən şərtlər altında müvəqqəti atəşkəsə razılıq verə bilər. Amma mən yenə də deyirəm, burada da ABŞ-ın da müəyyən səbir kasası var. Hətta özü də 100 gün deməli dolandan sonra bildirmişdi ki, yəni danışıqlar nəticə verməsə biz artıq bundan çəkiləcək, geri çəkiləcək ki, artıq son vaxtlar ABŞ biz görürük ki, bir o qədər fəal deyildi. O vaxta qədər ki, Putin bildirdi ki, mən birbaşa danışıqlarda iştirak etməyə hazıram.